Rehberimizi başlayan sokak. Rehberler ünlü seçerler. Bunu Azerbaycanlı bütünlüğü uğrunda canlılar bize şehitlerimize koşuyor. Gelin onlar herkesi bir devleri şıkla yad edelim. Biz bugün burada çok güzel bir gün münasebetiyle aziz uşaklar, bayramlar bir daha mübarek. Bu şiirlerden sesleri 3. ve 6. müşahede. Senden doğrultularda zamanda duaların tepkisidir ağızla. Hidayet ettiğin yolun adında canım dünyalara çözerim. Gözəl rəşlərdə günəş yaşanan, çətin sınavlardan məğrur dayanan, şəhid arzusu çağlayan uman, həyatın ən uzaq sözüdür müəllim. Odur insanlara güz yol göstərən, gözümün nurunu gözlərə verən, həyatda əlini doğrunu görən, dünyanın möhtəşəm ulduzudur müəllim. Gül bilir ki, sən mənimsən, yurdum yuvam məskənimsən, anam doğma vətənimsən, ayrılar mı gönül candan, Azərbaycan, Azərbaycan. Mən bir uşaq, sən bir ana, odur ki, bağlıyam sana, hansı səmtə, hangi yana, hey utsam da yuvam sənsən, elim, günüm, obam sənsən. Məktəbimizdə izmallarla məşğul olan bir çox şagirdlərimiz var. Onların səhnəyə dəvət edirik. Buyurun, məharətinizi göstərin. Thank you.
Azərbaycan mahnısı. Şişi Dillər 7-ci sinif şagirdləri. Torpağına can demişəm, torpağına can demişəm, suyuna mətan demişəm, suyuna mətan demişəm, canımı qurban demişəm, canımı qurban demişəm, aynı canım. Azerbaycanım, aynı canım, Azerbaycanım, can Azerbaycan, can Azerbaycan. Bir sənəsi yazdılar. Gəlin onları təbrik edin. İzin. Mehmet görüyor, tapşırma yapırsan. Ay benim, Abala sizin şan yoktu ki. Bir de şan var. Sen yazırsan? Ben savaştım ki tapşırımı yazılmasına bir sesdir. Ne böyle ki özlerimi dokuna alalım. Sonra orada alalım ki yüzeye geçeceğim. Müəllim, ay müəllim, çox getməyən bu yazıların üstünə. Həm bilirsiniz dünən nə olmuşdu? Dünən Məhmədi gördüm. Pişiyə coğrafiya dərsi bitirdi. Yatı pişi axırda qanlar oxlamaq üçün ağaca çıxdı. Ben sizin tapşırıklarımın hamısını yapmışam. Ama bir problem var. Yolda gelirken yazdığım defteri bir alarak sizin riyaziyyatınız çok maraqlıydı. Aparıp nasıl şöyle Dayanın, bura benimleri bir yoksa darbaları alemi. Biri divara yazır, biri peçeye koyar, biri de yakmayıcıyla dostluk edir. Sen Fatih Bey, sen de yakın diyeceksin ki defterimi içine zar Yox müəllim, heç bir bəhanəm yoxdur. Mən sadəcə düşündüm ki, bugün siz bizə əzizləyib xoş sözlər deyəcəksiniz. Axı bugün bir gün inşallah beynəlxalq müdafiəsi günüdür. İndi isə məktəbimizin şagirdləri sizə İngilis dilində mahnı təqdim edirlər. Səhnə 1-ci sinifləridir. Ayağım slow, 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 ayağım sol, 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 ayağım short, 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 ayağım fast, fast, ayağım sit, sit, ayağım fast, fast, ayağım ayağım slow, slow, ayağım dik, 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 sizi ters, ters, sizi boş, boş, sizi yanlış, yanlış, sizi of, of, of. Gelim, siz darı, siz ap, siz dan, siz lep, siz ray. 3 sinif şagirdi İncil'in infansında Uzundere tekstilini təqdim edirik. Buyurun.
Aysel və Nazlı müəllimləri haqqında maraqlı bir def təqdim edəcəklər. Buyurun uşaqlar. Uşaqların Beynəlxalq Müdafiəsi gününün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qərara alınır. Bütün dünyada olduğu kimi Azərbaycanda da bugün yeni şəkildə qeyd edilir. Ölkəmizdə yaşayan bütün uşaqları bu gün münasibətilə təbrikçidir. Onlara səadət, şən həyat, uzun ömür və ən əsası xoşbəxt bir gələcək arzulayır. Qoy həmişə sülh olsun. 6 B və 5 sinif şahidi. Mehriban balalar, aziz uşaqlar, diri gününüz mübarək olsun. Sülhə, mərhəmətə yansın otaqlar, qəlbiniz sevincə fərhət olsun. Qoruyun hər qayət, qormaqları, adınız vətənə yaraşandır, ucalsın sizinlə vətənin aşı. Bu gün başqa gündür, sevinç doludur, uşaqların səsi hər yana yayılır. Gülüşən çiçəklər açır hər yana, ümid işıq saçır balaca qəlblər. Eski uşaqların gözündə olmasın, ürəyində qorxunun şəkildə olmasın. Hər biri xoşbəxtliklə azadlığı qalsın, ağlar gözlər canlı tasasın. Gözü dərsin baxışlı, qəlbində mərhəmət var, gələcəyi səsidir, görüb edəcək uşaqlar. Hər biri baş tacıdır, mirvaridir, incidir, hər evin sevincidir, güldən gözəl uşaqlar. Sevimlidir həkmətlər, sakinlər, həyatımız təzər, iyi özəl uşaqlar. Bir atın ağacımız var, altı yaşlar var, dünyamıza qurdular, sözülmədən uşaqlar.
sevdi. Bütün uşakları Rex'e davet edeceğiz. Buyurun.